Görkəmli şair Nəbi Xəzrinin 100 illik yubileyi xüsusi qeyd olunub. Şairin xatirəsinə ithaf edilən Poeziya Xəzrisi Respublika Bədii Qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yaradıcılığında yüksək bədiliklə əks etdirən xalq şairi Nəbi Xəzrinin 100 illik münasibəti ilə təşkil olunan Poeziya Xəzrisi müsabiqəsi yekunlaşdı. Respublika Bədii Qiraət müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirildi. Nə qədər dünyada sevən ürək var, mənim ürəyimdir, mənim ürəyim. 10 nəfər xüsusi diploma layiq görülübdür, sertifikatla mükafatlandırılıb, amma 4 nəfər isə bir nəfər birinci yer, 2 nəfər ikinci yer, bir nəfər isə üçüncü yerin mükafatçısı olacaq. Finalda mübarizə aparan 14 iştirakçı 50-yə yaxın namizəd arasından seçilib. Onlar münsiflər heyəti tərəfindən qiymətləndirilərək mükafatlandırıldılar. Nə xoş mənə ki, burada birinci yerə layiq görülmüşəm. Münsiflərə və təşkilatçılara, rəhbərlərə öz minnətdarlığımı bildirirəm. Mən bu müsabiqəyə Dərdsiz Adam Axtarmayın, Nəbi Xəzrin Dərdsiz Adam Axtarmayın şeiri ilə qatılmışam. Mən birinci turdan da keçdim, ikinci turdan da keçdim. Və bugün müsabiqənin final mərhələsində Nəbi Xəzrinin Söylə bəs hardaydan şeirindən qatılmışam. İkinci turda da münsiflərimiz bu şeirlə çox gözəl rəy verdilər, yüksək bal verdilər. Bədii Qiraət müsabiqəsi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin təşkilatçılığı, Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi, Qanun Nəşriyyatı və Mimta yayınlarının təşkilatçılığı ilə reallaşıb. Əsas məqsəd xalq şairi Nəbi Xəzri irsinin təbliği, qiraətçilərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bədii qiraət sənətinə marağın artırılması və gənclərin bədii estetik zövqünün zənginləşməsi olub. Tədbirin bədii hissəsində Nəbi Xəzrinin şeirlərinə bəstələnən əsərlər səsləndirildi. Gülarə Quliyeva, Qəhrəman Məmmədov, Sevgi Əlizadə, Səbinə Bayramova, Mədəniyyət xəbərləri.